Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlər üçün fizika 7-ci sinif dərsliyində qeyd olunan fiziki kəmiyyətlərin ölçülməsi dərsinin öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsində olan sualların izahını verəcəyəm. Sualların izahına keçməmişdən öncə onu qeyd edim ki, artıq sizlər üçün 7-ci sinif dərsliyində olan digər dərslərin də izahları gələcək. Buna görə də kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin başlayaq. Birinci sualdan. Şərtdə deyilir ki, şəkildə karandaşın uzunluğunun xəttkeşlə ölçülməsi təsvir edilmişdir. Xəttkeşin bir bölgüsünün qiyməti nəyə bərabərdir? Bir bölgünün qiymətini tapanda ixtiyari iki qiyməti bir-birindən çıxın və onlar arasındakı bölgülərin sayına bölün. Hansı ki, A çıx B bölək N şəklində yazırıq. Məsələn, ürəyiniz istəyən hansını istəyirsiniz götürə bilərsiniz. Tutaq ki, elə 13 ilə 14'ü götürün. Bu zaman fikir versəz, onda mən 14-dən 13 çıxmalıyam. Bölməliyəm onlar arasındakı bölgülərin sayına. Buradakı yəni boşluqları sayın. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gördüyümüz kimi 10 dənə oldu bizim bölgümüzün sayı. 13 və 14 arasında. Deməli, 14-dən 13'ü çıxıb 10'a bölməliyəm. 14-dən 13'ü çıxanda 1 qalır. 1 bölək 10 mənə verir 0,1. Fikir versəz, santimetrlədir burada bizim xəttkeşimiz. Aha, deməli onda bu bir bölgümüzün qiyməti oldu 0,1 santimetr. Baxın, elə A variantında xəttkeşin bir bölgüsünün qiymətini soruşurdu. Bunun cavabı oldu 0,1 santimetr. B variantında isə karandaşın uzunluğu nə qədərdir deyir. Deməli, artıq 13-dən sonra bizim bir bölgümüzün qiyməti qədər arta-arta gedəcək. Məsələn, 13 buradırsa, üzərinə 0,1 gəl, olacaq 13,1. Bax, bu xəttə uyğun. Sonra yenə 0,1 gəl. 13,1'in üzərinə 0,1 gələndə olur 13,2. Deməli, bu xəttimiz oldu 13,2. Yenə 0,1 artıranda olacaq 13,3, 13,4, 13,5, 13,6, 13,7 və nəhayət gördüyümüz kimi 13,8 olmuş olur bizim karandaşımızın uzunluğu. Deməli, 13,8 santimetr. Bu bizim oldu karandaşımızın uzunluğu. İkinci suala keçək. Menzurkaya daxil edilən daşın sıxlığı verilir. 2100 kiloqram bölək metrin kubudur. Biz bilirik, sıxlıq rho hərfi ilə işarə olunur. Deməli, rhomuz verildi. 2100 kiloqram bölək metrin kubu. Menzurkanın bir bölgüsünün qiymətini müəyyən edin. Qeyd etdiyim kimi, bir bölgünün qiymətini tapanda ixtiyari ikisini çıxırsınız. Aradakı bölgülərin sayına bölürsünüz. Baxın, ixtiyari iki qiymət tutaq ki, 10 ilə 20'ni götürdüm. Onda 20'dən 10'u çıxacağım. 20 çıx 10. Böləcəm bölgülərin sayını. Boşluqları sayın. Baxın, ondan sonraya fikir ver. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 10'a bölürəm. 20'dən 10'u çıx 10, 10'dan 10'a böl 1 qalır. Fikir versəz, buradan millilitrlədir. Deməli, bir bölgümüzün qiyməti oldu 1 millilitr. Baxaq, buranın cavabımız olacaq 1 millilitr. İkincidə isə deyir, daşın həcmini hesablayın. Hansı ki, buraya daş salınmamışdan əvvəl fikir versəz, suyunuz bax buradaydı. Daş salındıqdan sonra isə 30'a qalxıb. O daşın həcmi qədər suyun səviyyəsi qalxır. İndi baxaq görək, suyun belə deyək də, olduğu hissə nə qədərdir? Yəni, bax, buraya baxın. Suyun həcminə baxaq. Daş atılmamışdan öncə. Qeyd etdik ki, 1 millilitrdir bir bölgünün qiyməti. Deməli, onda bir artacaq artıq. Bax, bura 20'dirsə, 20'nin üzərinə 1 gəl, 21. 22 artıq, bax, bura olacaq 23. Deməli, 23 millilitr imiş. Əvvəlcə daş atılmadan öncə suyun həcmi. Daş atılandan sonra isə 30 olub. Nə qədər artmış oldu? 30'dan 23'ü çıx, 7 millilitr artmış oldu. Deməli, bax, buradakı 7 millilitr artıq bizim daşımızın həcmidir. 7 millilitr olmuş oldu. C-də isə deyir, daşın kütləsini hesablayıb qramla ifadə edin. Biz bilirik ki, sıxlığın düsturu rho bərabərdir. M bölək V-dir. Rho'nun aşağısına 1 yazsaz, çarpaz vuracaqsınız. Tənasübün kənar hədlərlə orta hədlərin hasili bir-birinə bərabərdir. M-i vuracaqsan 1'ə, həmçinin rho'nu da vuracaqsan V-yə. Bir-birinə bərabər götürəcəksən. M-i 1'ə vuranda alacağıq M bərabərdir. Rho vuraq V. İndi rho'yun var. Amma V-də fikir versəz, hansı ki bizim daşımızın həcmi dedik ki 7 millilitrdir.
Amma millilitrlə ifadə edilib. Siz metrin kubuna keçməlisiniz. Əvvəlcə millilitrdən litrə, sonra litrdən metrin kubuna keçəcəyik. Gəlin keçək. Bu hissəni silirəm hələlik. Baxın. 1 millilitr 0,1 litrdir. 1 litr isə 0,1 metrin kubudur. Deməli, millilitrdən litrə keçəndə 0,1-ə vururuq. Litrdən metrin kubuna keçəndə yenə 0,1-ə vuracağıq. Onda gəlin 7 millilitr çevirək. 7 millilitr bərabərdir. 7 vurulsun 0,1 litr. Bu da oldu 0,7 litr. İndi yenə litrdən də metrin kubuna keçməliyəm axı. Artıq 0,7-ni vuracağam 0,1-ə. 0,7 vuraq 0,1 metrin kubu. Bu da bərabərdir. 0,0 5 dənə 0 olacaq və 7-ni də yazırıq. Gördüyümüz kimi bu da oldu mənim həcmim, yəni daşın həcmi. Əslində siz 10 üzəri mənfilərlə riyaziyyatda keçməmisiniz deyə mən ona görə də 7-ci siniflərə 10 üzəri mənfi ilə verə bilmirəm. 10 üzəri mənfi ilə hesablayanda daha rahat olur. Daha sonra indi baxın artıq buradan kütləmizi tapanda n bərabərdir rho v-dən. Rhomuz 2100 vuraq. V-miz də 0,5 dənə sıfırımızı yazaq. 7. Bunu hesablayanda siz artıq kiloqramla alacaqsınız cavabı. Hesablamıram mən. Əslində hesablaya bilərik. Heç bir problem yoxdur. Bax, sıfırların sayı qədər vergülün sağa sürüşəcək. Gördüyümüz kimi artıq 21 vuraq. 0,3 dənə sıfırımız var artıq. Vuraq 7. Artıq burada biz cavabı kiloqramla alacağıq. Nəyə görə? Çünki baxın, fikir versəz, sıxlığımız kiloqram bölək metrin kubu ilə verilib. Kiloqramla alacağıq. Kiloqramdan da qrama keçməyimi istəyir. Mən bilirəm ki, 1 kiloqram 1000 qramdır. Onda mən kiloqramdan qrama keçəndə 1000-ə vuracam. Yəni bu gördüyünüz 0,21 vuraq 0,10.000-də 7-ni vururuq. Hansı ki 1000-ə. 21 vuraq 0. 3 dənə sıfırımızı yazaq və 7 vuraq 1000. İndi vergülün sayı, hansı ki sıfırların sayı qədər vergül sağa sürüşəcək vurmada. Baxın 3 dənə sıfırım var, üstdən xətt çək, vergülün 3 amma elə bil sağa sürüşdür. 21 vuraq 0,7 aldıq. 21-i 7-yə vuranda alınır ki 7 dəfə 1 7, 7 dəfə 2 14. Həmçinin vergülüm də var axı. Onda alınacaq 14,7. Deməli kütləmiz də oldu 14,7 qram. Düzdür. Hesablamada bir qədər çətinlik var, amma bu hesablamaları bilməliyik. Bu çevirmələri biz bilməliyik. Gördüyünüz kimi düzgün cavab almaq üçün vacibdir. Əgər ki bir hesablamada səhvlik etdiysəm, üzürlü hesab edin. Ola bilər ki diqqətimdən yayınsın, amma ki yolumuz tamamilə doğrudur. Keçək indi öyrəndiklərinizi yoxlayın da birinci suala. Düzgün forması olmayan cismin sıxlığını hansı cihazların köməyi ilə hesablamaq olar? Sıxlığın düsturu rho bərabərdir. M bölək V-dir. Qeyd etdik ki, kütləni ölçən cihaz tərəzidir. Baxın, 4-də tərəzi qeyd olunur. Həcmi ölçən cihaz, bərk cisimlərin həcmini ölçən cihaz isə menzurkadır. Menzurka da baxın 3-də qeyd olunub. Keçək indi ikinci sualımıza. Şərtdə deyilir ki, Euler-Venn diaqramında verilmiş cihazlar üçün uyğun bəndləri müəyyən edir. Fikir versəz, baxın V yazılıb, bu voltmetrdir. Voltmetr gərginliyi ölçür. Burada isə kilometr bölək saat yazılıb, bu sürətin vahididir. Deməli, bu spidometrdir. Biz bilirik ki, spidometr ani sürəti ölçür. Hansı ki, avtomobillərimizdə hər gün görürük, sürətimizi ölçən cihaz, ani sürətimizi ölçən cihaz spidometrdir. Gərginliyi ölçür, dedik ki, voltmetrdir. Bu birinciyə gedəcək. Sürəti ölçür. Qeyd etdik ki, spidometrdir. İkinciyə gedir. Şkalası vardır. Bəli, gördüyünüz kimi hər birinin şkalası var. 3 ortağa gedir. Müəyyən ölçü həddi var. Bəli, hər birinin özünə məxsus müəyyən ölçü həddi var. Məsələn, spidometr maksimum gördüyünüz kimi 200 ölçə bilir. İndi burada rəqəmlər göstərilməyib tam. Deyəsən burada 300-dür. Gördüyümüz kimi voltmetrdə maksimum 300 ölçə bilir. Burada qeyd olunub. Deməli, müəyyən ölçü həddi var. 4 də ortağa getdi. 5. Gündəlik həyatda daha çox istifadə olunur. Qeyd etdik ki, spidometr gündəlik həyatımızda daha çox istifadə olunur. Çünki adicə maşınların üzərində biz spidometri hər gün görürük, daha çox istifadə edirik. 5 də getdi 2-yə. 6-cıda əsasən laboratoriyalarda istifadə olunur. Voltmetr əsasən laboratoriyalarda istifadə edirik. Bizim laboratoriyada qarşımıza çıxır.
6 da getdi birinciyə. İndi fikir verin, 1-ə getdi 1, 6, 2-yə getdi 2, 5, 3-ə getdi 3 və 4. 1, 6, 2, 5, 3, 4. Baxın, C bəndində doğru qeyd olunub. Üçüncü sualımızda deyir ki, şəkildəki cihazların ən böyük və ən kiçik ölçmə həddini müəyyən edin. Biz bilirik ki, ən kiçik ölçü həddi cihazın bir bölgüsünün qiymətinə bərabərdir. Gəlin birinci xəttkeşdə bir bölgünün qiymətini tapaq. İxtiyari 2 qiyməti götürün. Məsələn, 5 və 4-ü götürün. Bir-birindən çıxın. 5-dən 4-ü çıx, böl aradakı bölgülərin sayına, yəni boşluqlara. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 5-dən 4-ü çıxırsan, bölürsən 10-a. 5-dən 4 çıxanda 1 qalır, 1-i də ona böləndə 0,1 alacağıq. Bir bölgünün qiyməti 0,1-dir. Deməli, xəttkeşin ən kiçik ölçü həddi də 0,1-dir. Həmçinin indi maksimum ölçmə həddini soruşur. Fikir versəz, maksimum bax, buradakı xəttə uyğun olaraqdan ölçür. Deməli, bu 0,1 qədər artırsa, bax, bura 5-dirsə, bura artıq olacaq 5 üstə gələk 0,1 olacaq 5,1. Daha sonra digəri 5,2. 5,3 və bu hissə gördüyümüz kimi 5,4 oldu. Deməli, bu xəttkeşin ən böyük ölçmə həddi 5,4-ə bərabər olmuş oldu. Keçək indi dinamometrimizə. Dinamometrində bir bölgüsünün qiymətini tapmalıyam. Bir bölgünün qiyməti tapanda yenə qeyd etdiyim kimi ixtiyari 2 rəqəmi götürün. 0 və 1-i götürək. 1-dən 0 çıxanda qalacaq 1. Böləcəm bölgülərin sayına, yəni boşluqların sayına baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 1-dən 0-ı çıxıram, bölürəm 10-a. O da olacaq 1 bölək 10, mənə verəcək 0,1. Deməli, dinamometrin bir bölgüsünün qiyməti 0,1 Newton oldu. Həmçinin ən kiçik ölçü həddi də 0,1 Newton oldu. İndi maksimum ölçü həddi isə fikir versəz, bax, buraya uyğundur. Bu da 5-dir. Deməli, bizim maksimum ölçü həddimiz 5 Newton oldu. Aha, indi isə burada menzurka verilib. Menzurkada da yenə bir bölgünün qiymətini tapmalıyam. İxtiyari kiçisini götürün. Kiçik rəqəmlərlə gəlin işləyək. 10 və 0-ı götürək. 10-dan çıx 0, böl bölgülərin sayına, yəni boşluqların sayına bax. 1, 2, 3, 4, 5 dənə. Böləcəksən 5-ə. 10-dan 0 çıx 10. 10 da böl 2-yə. Üzr istəyirəm, 5-ə bölürdük. Aha, 10-u böl 5-ə, o da olacaq 2. Baxaq, millilitrdən mi verilib? Bəli, millilitrdən verilib. Deməli, gördüyümüz kimi bir bölgünün qiyməti 2 millilitrdir. Ən kiçik ölçmə həddi də elə 2 millilitrdir. Bunu yadımızda saxlayırıq ki, ən kiçik ölçmə həddi bir bölgünün qiymətinə bərabərdir. Maksimumu soruşsa fikir versəz, baxın, maksimum ölçü həddi, yəni maksimum ölçə biləcəyi qiymət gördüyümüz kimi 100 millilitrdir. Beləliklə, əziz şagirdlər, sizlər üçün bu dərsdə verilən öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsində olan sualların izahını verdim. Ümid edirəm ki, sizlər üçün aydın oldu. Əgər bu videodan yararlandınızsa da, qeyd etdiyim kimi kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.